Xoş gördük əziz dinləyicilər. Bəlkə də hər insanın taleyinə düşməz ki, Ramazan ayı ilə məhz Novruz bayramı eyni günə düşsün. Məhz bu il biz bunu yaşadıq ki, Novruz bayramı Ramazan ayının daxilinə düşdü. Bununla bərabər şənliklər, bayram, İslam dini və İslam dini ilə bərabər keçmişdən gələn bütün türk xalqlarının qeyd etdiyi yeni il, yəni bahar bayramının bir yerə düşməsi istər-istəməz bu günləri daha çox şadyanılıqla keçirməyə səbəb oldu. Bizim kimi ölkələrdə bu çox da necə deyim, nəzərə cəlb etmir. Çünki biz Novruz bayramını həmişə normal şənliklərlə keçirdirik. Amma İran üçün bu belə deyil. Bilirsiniz ki, Ramazan ayının son günləri Qədr gecələridir. Qədr gecələrində həm də şiələrin birinci imamı, mənim də çox sevdiyim Həzrət Əli əleyhissalamın zərbətləndiyi və şəhid olduğu gündür. Bütün bununla bərabər İranda bilirsiniz ki, bu günlər Həzrət Əli əleyhissalamın zərbətləndiyi gün və İslam dininin orucluq qayda qanunlarına ciddi riayət olunur. Amma təkcə bu il çox qəribə bir hadisə baş verib. İranda şadyanalıq, Novruz bayramının keçirilməsi nə Həzrət Əli əleyhissalamın ölümünü nəzərə alıblar, şəhadətini nəzərə alıblar, nə də ki, İran hökumətini nəzərə alıblar. Bu il kütləviliklə deməli, Novruz bayramı İranda keçirilir. Hətta o qədər kütləviliklə keçirilir ki, mən bayaq bir məqalə oxudum. Bir məqalə ilə bərabər həm də istədim də təsdiqlədəm, digər mənbələri də oxudum və gördüm ki, həqiqətən də elə bir vəziyyət yaranıb ki, Xamneyi ağa, yəni ali dini lider, İranın ali dini lideri, özü də buna öz iradını bildirib ki, məhz belə ağır günlərdə, Həzrət Əlinin zərbətləndiyi günlərdə insanlar məscidə axışmalıdır, insanlar əza məclisinə yanaşmalıdır, amma insanlar hamısı tonqal üzərindən atlanırlar, insanlar böyük kütləvi şəkildə bu Novruz bayramını qeyd edirlər. Bəlkə də Novruz bayramı Türk dünyasının, Türk millətinin ayaq üstə qalmasının, onun vəhdətdə olmasını, onun assimilyasiyaya məruz qalmamasının İranda ən vacib nümunələrindən biridir. Sadəcə olaraq mən bunu demək istədim ki, bu İranda birinci dəfə ki 79-cu ildən bəri bu formada cərəyan edir və Xamneyi də buna etirazını bildirir. Burada ən vacib və əsl məqam nədən ibarətdir? Əsl məqam ondan ibarətdir ki, baxın görün İran İslam dövləti və onun başında duran ali dini liderlər İslam dinini hansı hala salıb ki, böyük rəğbət bəslənən Həzrət Əli əleyhissalam doğrudan da böyük şəxsiyyətdir. Hətta Həzrət Əli əleyhissalamın şəhadəti belə nəzərə alınmır. Görün, insanlar İranda nə qədər İran hökuməti dinə nifrət yaradıb ki, İnsanlar dinə nifrət etdiklərinə görə, insanlar məhz bunların hakimiyyətinə, bunların o əzazil hakimiyyətinə, qəddar hakimiyyətlərə nifrət etdiklərinə görə artıq din də onların gözündən düşüb, artıq şəriət də onların gözündən düşüb, hətta Həzrət Əli əleyhissalama belə hörmət etməyiblər. Əlbəttə ki, kütləvi insanlarda hər kəs belə deyil. Kütləvilikdən söhbət gedir. Və bu bir daha onu göstərir ki, İranda 79-cu ildən bu tərəfə Xumeyninin qoyduğu qayda qanunlar, Xumeyninin insanlara güclə sırıdığı o dini dəyərlər güya şəriət artıq puça çıxıb, artıq çürüyüb və üzü üstə gəlməkdə davam edir və bunun qarşısını almaq mümkün deyil. İran İslam dövləti demişəm ki, onun bombası içərdədir, onların zəlaləti, zülmü İranı dağıdacaq. İranı başqa heç bir xarici qüvvə dağıda bilməz. Yalnız və yalnız İran hakimiyyətinin zülmü, yəni Xumeyninin qoyduğu o əzazillik, o insanlara olan zülm İranın dağılmasının ən bariz nümunəsini yaratmış olacaq. Təşəkkür edirəm.